Bu günlərdə Avropa İttifaqının Ermənistandakı səfiri Vasilis Maragosun açıqlamaları rəsmi Bakının narazılığına səbəb olub. O, Qarabağdan ermənilərin könüllü çıxmasını zorla köçürülmə kimi təqdim edərək Avropa İttifaqının Ermənistanın yanında olduğunu açıq şəkildə bəyan edib. Bundan əlavə, Avropa İttifaqı Ermənistan Parlament Tərəfdaşlığı Komitəsinin həmsədri Nil Uşakov da provokativ çıxışları ilə diqqət çəkib. Milli Məclis Avropa İttifaqı Ermənistan Parlament Tərəfdaşlığı Komitəsinin fevralın 25-də yaydığı bəyanatı qınayıb və bunu Azərbaycana qarşı qarayaxma kampaniyasının tərkib hissəsi kimi qiymətləndirib. Avropa İttifaqının Azərbaycana qarşı tənqidi mövqeyi təkcə regional məsələlərlə məhdudlaşmır. Qurum özünü Cənubi Qafqazdakı əsas təsir gücü kimi təqdim etməyə çalışır. Ölkəmizin Çin və ABŞ ilə inkişaf edən strateji əlaqələri də ittifaqın narahatlığına səbəb olur. Azərbaycanı Çin ilə əməkdaşlığı xüsusilə bir kəmər, bir yol təşəbbüsü çərçivəsində qurulan strateji tərəfdaşlıq Avropa İttifaqı üçün təhlükəyə çevrilib. Avropa regional enerji və nəqliyyat şəbəkələrinin öz təsir dairəsində qalmasını istəyir. Lakin rəsmi Bakı Şərq və Qərb arasında alternativ marşrutlar yaratmaqla Avropanın monopolist ticarət və nəqliyyat planlarını banaslaşdırır. Çin isə bu prosesi dəstəkləyir. Qurum üçün bu təkcə iqtisadi deyil, həm də geosiyasi problem yaradır. Azərbaycan tədricən Qərbin nəzarət edə bilmədiyi regional aktora çevrilir. Belə olan halda Avropa İttifaqının Azərbaycana qarşı ikili standartları daha açıq şəkildə üzə çıxır. Azərbaycanın ABŞ ilə münasibətləri də Avropa İttifaqı üçün həssas mövzulardan biridir. Bu tərəfdaşlıq Qərbdəki bəzi dairələr üçün gözlənilməzdir. Rəsmi Bakı enerji resursları ilə bağlı qərarlarını təkcə Avropa İttifaqına deyil, eyni zamanda digər güc mərkəzlərinə uyğun olaraq müəyyənləşdirir. Bu isə Avropa İttifaqının təhlükəsizlik və ticarət asılılığı siyasətinə uyğun gəlmir. Elə bu səbəbdən də Avropa Parlamenti və digər qurumlar Azərbaycana qarşı tənqidi mövqelərini artırıb.